Göranboyda yaşayış evində partlayış baş verib. Hadisə rayonun Quşçular kəndində qeydə alınıb. Kənd sakini Zahir Məmmədova məxsus evdə yaranan partlayış zamanı ev sahibinin həyat yoldaşı 28 yaşlı Vəfa Məmmədova və onun 9 yaşlı qızı Filiz ağır yanıq xəsarətlər alaraq Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. Partlayış zamanı Zahir Məmmədovun az yaşlı oğlu Kənan Məmmədov mətbəxdə olduğu üçün yüngül xəsarət alıb. Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının cərrah travmatoloqu Kərim Məhrət İdrisoğlu şöbəyə 2 nəfər Göranboy rayonundan yanıq xəsarətləri nəticəsində xəsarət alaraq gətirilmişdir. Uşağın anası reanimasiya şöbəsində lazımi tədbirlər aparılır. Uşaq isə uşaq xəstəxanasına göndərilmişdir. Xəstələrin ağırlıq dərəcəsini nəzərə alaraq yanıq mərkəzinə getməsi məsləhət görülür. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. Cabir Məmmədov, İlham Məmmədzadə, Səs TV, Göranboy.